Hə, ay xaloğlu, daha belə, laf o belə xeyir işdir da. Mən bir də sənin nəsə bizə işin düşüb. Bir rahat danışıb, qarnımın ağrısını deyə görüb, nə olub, nəyə gəlmirsən? Ay Şehzad, qardaşımın xeyir iş üçün gəlmişəm. Gördün Nazilə, bu xeyir iş biz bildiyimiz xeyir işdən deyil. Bunların xeyir işi nədir? Ya toydur, ya nişandır. Vəssalam. Mən də bayaqdan düşünürəm ki, xalam oldu da gəlir. İndi nəsə bir bizə iş verər, Şirzad o işdən xeyir qazanar. Bizim nəsil hara, xeyir vermək hara. Ay Şehzad, 10.000 manat pul yığmışdım. Aha. Girdim qızıl dükanına. Aha. Qızıl dükanından çıxandan sonra baxdım nə pul var, nə qızıl var. Bu nə danışır? O qədər pullara getdi ki. Ha deyən görüm ay Nazlı, inanırsan sən bunun danışığına? Baxıram yavaş-yavaş inanırsan, inanma Nazilə. Mən bu nəsə belədəmi, bu növbəti nağılları danışırlar. Qoy danışsınlar. Amma sən inanma Nazlı. İnanma ha, yaxşı. Ay Şirzad, bir dəqiqə dayan da sən də.